son 10-15 il ərzində elektrikli avtomobillərə tələbatın artdığını biz görə bilirik. Azərbaycanda bu proses təxminən son 3-4 il ərzində başladı, xüsusən pandemiyadan sonra. Dünyada isə bununla bağlı məsələ əsasən yaşıl agenda ilə bağlıdır. Həm dünyada, həm Azərbaycanda təşviqat kampaniyasının və endirimlərin, imtiyazların artması bazarda rəqabətin artmasına səbəb oldu. Bu bazarda ilk dəfə olaraq rəqabətdən faydalanan və bazar payını artıraraq dəyərini artıran şirkət təbii ki, Tesla oldu. Çin dövlətinin çox böyük təşviqat xarakterli işlər çərçivəsində Çin brendləri də elektrikləşməyə başladılar. Son 5-6 il ərzində isə Çində çox böyük sayda avtomobil brendləri ortaya çıxmağa başladı ki, bazara çox ucuz qiymətə müxtəlif növ modellər təqdim etdilər və artıq Avropa və Amerika brendləri, hətta Yapon, Koreya brendləri üçün təhlükə yaratmağa başladılar. Bir çox insanlar elektrikli avtomobilə keçməmişdən öncə tərəddüd edirlər. Çünki elektrikli avtomobillərin qeyri-müəyyənlikləri var ki, bu gedəcəyi şarjın ömrü, məsafə, şarj infrastrukturu və s. ilə bağlıdır. Lakin hibrid və plug-in hibrid avtomobillərində bu problem olmadığı üçün müştərilərin bir çox hissəsi hələ də hibrid və plug-in hibrid avtomobillərinə üstünlük verir. Xüsusilə də Amerika, Avropa bazarına və Yaponiya bazarına baxsaq. Nəzərə almaq lazımdır ki, hal-hazırki gömrük siyasəti dünyadakı ən belə deyək, ucuz və sərfəli gömrük siyasətlərindən biridir və insanları ənənəvi yanacaqla olan avtomobillər yerinə hibrid və plug-in hibrid, həm də elektrikli avtomobil almağa həvəsləndirir və bunun nəticəsini də bazarda biz hal-hazırda görürük. Düşünürəm ki, 2025-in sonuna qədər bu tendensiya davam edəcək və 2025-in sonundan sonra, yəni 2026-cı ildən hökumətin siyasətini hansı formada edəcəyindən asılı olaraq elektrikli avtomobil bazarı bundan sonra da arta və yaxud da dayana bilər.